Ramiz Mehdiyev həbs olunandan sonra bilirsiniz ki 4 ay o evdə evdə qalacaq, evdən çölə çıxa bilməz. Təbii ki o adam nəzarət altındadır, ciddi. Həmişə düşünürdüm ki onun yanında kim var, kim yoxdur. Yəni bu şəxsi öz fikirlərimdir ki, bu sual məni düşündürürdü ki 80-dən çox yaşı olan bir adamın, 90-a yaxın yaşı olan bir insanın tək qalması və yaxud onun yanında kimlərin olması hamımızı düşündürür də. Nə olur olsun, belə deyək ki, o kosmosda gedir özünə ev tikdir, amma bir yaşı olur, bəlli bir yaşı olur, tənhalıq olur, qorxmaq olur, çəkinmək olur. İnsanda bu hisslər olur da, bu hissləri yaşayırıq. Araşdırma apardım, bir neçə yerdə baxdım ki, həyat yoldaşı daima onun yanındadır. Yəni məhz buna icazə verilir. Bir də mühafizəçisi. Heç kim onunla ünsiyyət qura bilməz, danışa bilməz, yaxınlaşa bilməz. Təbii ki, Tbilisi prospektində olan villasında qalır. Mühafizəçi də səmimi etiraf edib ki, bütün bazarlıqları mən edirəm, alış-verişi mən edirəm, marketlərə gedirəm, nə lazımsa onları mən alıram və Ramiz Mehdiyevi gündəlik görmək ona icazə verilir. Bir də həyat yoldaşı Galina xanıma.